ssenari görüntü ilə danışılan hekayə sənətidir. Amma baxırsan ki, dil oyunu var, ortada hekayə yoxdur, sujet yoxdur. Prodüser sənə deyir ki, mənə materialı tez ol 2 aya yaz. Sən 1 illik materialı 2 aya yazmağa məcbur olursan. Teatrın o 90-cı illər çox pis şəraitində, Allah rəhmət eləsin, Fuad Poladov deyir, tamaşa yoxdur, amma hər gün gəlirdi teatra və səhnədə obrazı aktyor yoxdur, heç kim yoxdur, tamaşaçı yoxdur, məşq eləyirdi dayanmadan. Gözünüzün qabağına gətirin bizim bütün filmlərdəki sevilən obrazları. Qəmludur, Kərbəla idi. Görürsünüzmü necə əslində mənfi planda qəbul olunur. Amma xalq götürüb bunu. Bu rejissorun ustalığı ilə paralel. Xalqın yaddaşına, xalqın arxetipinə zidd gedə bilmirsən. Sən Avropa təfəkkürünü bilə bilərsən. Bu şeylə silahlana bilərsən. Sən öz mədəniyyətindən imtina da edə bilərsən. Sən kosmopolit də ola bilərsən. Amma bilmədiyin şeydən imtina edə bilmərsən. Serialda bir-birini təkrar edən temaların öz səbəbləri var. Bəzən burada ssenaristi, rejissoru günahlandırmaq olmaz. Şirkət, prodüser, kanal rəhbərliyi falan görür ki, bu temalar reytinq gətirir. İnsan arzusuna yox, ehtiyacına fokuslansa, öz şəxsiyyətini üzə çıxarır. Bəli, öz şəxsiyyətini üzə çıxarır və sonra ki, sənə əslində rahat yaşamaq üçün belə çox bir şey lazım deyil. Sən ədəbiyyatı yazırsanız ki, İslamı təbliğ eləyəsən, sən uduzmusan. Salam əziz Rəngli podkast izləyiciləri. Bugünkü podkastımızın qonağı yazıcı, ssenarist, şair, dramaturq Pərviz Seyidlidir. Xoş gördük Pərviz müəllim. Çox sağ olun, minnətdaram. Dəvət üçün təşəkkür edirəm. Mən sizə təşəkkürümü bildirirəm. Ümidvaram ki, bugünkü verilişimiz maraqlı olacaq. Çünki bəzi izləyicilər var ki, bizim podkast layihəmiz başlayandan etibarən sizin adınızı dönə-dönə bizə qeyd ediblər ki, Pərviz müəllimi biz qonaq qismində görmək istəyirik. Dəfələrlə burayla rastlaşırıq və bizim özümüzün də hər dəfə verilişin sonunda bir müraciətimiz olur ki, tanıdığı simaları, istədiyi simaları bizə bir qeyd eləyin. Pərviz müəllim, belə bir sualla başlayaq yəqin ki, podkastımıza. Sual bundan ibarətdir ki, siz həm yazıcı, həm də ssenari müəllifisiniz. Yazıçıların əksəriyyəti, belə deyək, ssenari müəllifi olmur. Yəni, o məsələni ekran əsərinə daşımaq prosesində iştirak eləmir. Adətən yazırlar və o yazdığı əsərlər kimlər tərəfindənsə, məsələn, deyək də, rejissorlar ya ssenari müəllifləri tərəfindən tamaşaya qoyulur, ya ekran əsəri kimi ortaya çıxır. Amma siz bu prosesin içərisində iştirak edirsiniz. Bunun hansı üstünlük cəhəti var, hansı çətinlikləri var? İstəyirəm bu səpkidə danışaq və veriliş axarında da suallara toxunaraq. Birinci sual o qədər əhatəli, geniş oldu ki, indi Yoxsun, hər bir halda bitərər. Uzun danışsam saxlayarsın inşallah ki, növbəti suallara da zaman qalsın. Zaman demiş, bu mənə belə xronofobiyadan əziyyət çəkən adamlar biraz vaxtın itkisi onlar üçün belə çox dəhşətli görünür. Saat buradan axdıqca mənə bir vahimə gəlir ki, özümdən asılı bir şeydir. Ssenari ilə bağlı, məsəl üçün dediyiniz sualla bağlı, bəli, bugün müəyyən yazıçıların yazdığı öz əsərləri olur. Ya həmin əsərlərin ekrana adaptasiyası var, yəni əsərdən yola çıxıb ssenari yazırsan, bir də ümumiyyətlə sırf ssenari yazırsan, yəni ssenarist kimi material ssenari şəklində gəlir. Bunun üstün və fərqli cəhətləri var. Birinci növbədə elə görünə bilir ki, əsərlər bir-biri ilə uyğundur, yəni məsəl üçün roman yazmısansa, sən ssenari də yaza bilərsən. Bu həm mümkündür, həm mümkün deyil. Əgər sənin ssenari yazma texnikalarını mənimsəyə bilirsənsə, bu birinci məsələ. 2, material sənə necə gəlir? Elə romanlar var ki, dünya ədəbiyyatında da bəzən o vaxt mənim özümə maraqlı idi. İndi maraqlı olanlar üçün də bölüşüm. Deyirdim ki, axı bu romanın niyə filmi çəkilmir? Ona görə ki, onun filmi uğursuz alınacaq. Çünki bəzi romanlar, ədəbiyyat nümunələri
sırf oxunmaq üçün yazılıb. Çünki yəni ssenarinin bir tərifi var. Bəli. Yəni ssenari çox tərifi var, amma əsas təriflərindən və mənim xoşuma gələn təriflərindən biri budur ki, deyir, ssenari görüntü ilə danışılan hekayə sənətidir. Ha. Və əsas bu niyə mənim xoşuma gəlir? Bu ədəbiyyatla kinonu ayıran ən incə sərhəddir. Və burası önəmlidir. Bəli. Çünki bəzilə biz özümüz də əsər oxuyanda o fikrə gəlmişik ki, bu əsər niyə görə ekran işi kimi Bəli. ortalığa qoyur. Çünki məsəl üçün belə başlayaq da, əgər bir yazıçı çox möhtəşəm bir roman yazır və romana belə başlayır da, qum saatından tökülən qum dənələri onun içində suya həsrət qalan səhraya düşən yağış damlalarına bənzəyirdi. Bu bir ədəbiyyat nümunəsi. Sən bunu kinoya gətirə bilməyəcəksən. Aha. Kinoda sən yazmalısan ki, qum dənələri süzgəcdən keçərək, yəni vaxtı öldürürdü tutalım. Bu ən poetik forma bu ola bilər. Ondan artıq ola bilər. Ondan artıq ola bilməz. Ədəbiyyat bu baxımdan üstünlüyə malikdir müəyyən mənada. Amma kinonun da əlində təsvir silahı var ki, vizual olaraq sənə təsir göstərir. Bu incə fərqi bilib buna uyğun davranmasan, sən heç vaxt ssenari yaza bilməyəcəksən. Çünki bəzən ssenarilər gəlir, biz də oxuyuruq da, görürsən ki, dil var. Bizim əslində dil özü də dövrdə indi 60-ların Əkrəm Əylisinin dilinin belə bir primitiv formalarıdır ki, o böyük bir ədəbiyyat nümunələridir. Amma baxırsan ki, dil oyunu var, ortada hekayə yoxdur, sujet yoxdur, heç bir şey yoxdur. Daha çox bədii təsvir. Bədii təsvirdir. Heç olmasa hekayə olsa yenə deyərsən ki, onu necəsə adaptasiya eləmək olar, o da yoxdur. Və bu səpkidə yazan adamların ssenariya iddiaları təbii ki, uğursuzluğa məhkumdur. Yəni əsas fərqli cəhət budur. Bir də ikinci nüans var burada. Bu əvvəl məndə elə qarışıq gəlirdi. Bəzən deyirdim ki, bu romandırmı, hekayədirmi, ssenaridirmi, şeirdirmi? Amma zaman keçdikcə müəyyən bir təcrübə və müəyyən qədər insan öz üzərində işlədikcə baxırsan ki, material sənə necə gəlir. Artıq gələndə bilirsən ki, bu ssenaridir, yoxsa romandır, yoxsa hekayə. Əzizəm, burada belə bir zehnimə bir sual gəldi. Məsələn, Mirzə Fətəli Axundzadənin deyək ki, dramları ki vardı. Yəni bir növ dram janrındakı yazmaları daha çox ssenarist üçün asan da olur. O tip, yəni Bəli, əlbəttə, çünki teatrda da sənin görüntünün üzərindəsən axı. Teatrda ümumiyyətlə mən həmişə bu böyük ustadlar da deyir və zaman keçdikcə adam özü də gəlir o mərhələyə çatır ki, yaxşı pyes yaza bilən adam düşünürəm ki, bir çox janrlarda qələm oynada bilər. Niyə? Çünki teatrın da kinodan, baxın, gəlin bunu belə qruplaşdıraq. Ədəbiyyatda sən insanın daxili dünyasına, fikrinə girə bilirsən rahat orada. Kinoda bu imkanları sən ancaq vizual olaraq. Təbii ki, dialoqla çox şey aça bilərsən, amma belə bir ifadə var ki, dialoq kinoda icebergin görünən tərəfidir. Yəni əsas məsələ deyilməyənlərdir. Bəli, bəzən bir görüntü ilə sən 2 vərəq, 3 vərəqlik bir şey çatdıra bilərsən. Bu kinonun spesifik cəhətidir. Kinonun üstünlüyü odur ki, məkanların çox ola bilər. Yəni məsəl üçün bir məkanda yox, 10 məkanda. Biz bu məkanda söhbət eləyirik, o məkanda bir qətl hadisəsi baş verir. Yəni orada girə bilir rejissor, ssenarist bunu yaza bilir. Teatrda məsələ nədir? Teatrda sən bütün hadisəni bir mərkəzə yığmalısan. Bir mərkəzdə cərəyan eləyir. Şəkillər olur, pərdələr dəyişir, məkanlar, amma ümumilikdə tamaşaçının canlı ünsiyyəti, tamaşaçı bir nöqtəyə baxır. Teatrın da fərqi burada ondan ibarətdir. Yəni 3 sənəti. Ona görə bunları biləndə sənətin kanunlarına riayət eləməlisən ki, uyğun bir iş çıxarda biləsən. Fəriz müəllim, bax, hamımız bilirik, yəni daha çox orta nəsil nümayəndələri ki, Sovet deyək ki, filmləri ilə böyümüş nəsil daha çox bunu təsdiqləyir, müşahidəçiləridir. O deyir ki, nədənsə o dövrdə çəkilən filmlərin keyfiyyəti, ümumiyyətlə rejissorların toxunduğu məsələlər hələ də o filmlər izlənilir. Hər dəfə nəsə ştrix tapılır, baxmaq üçün bir həvəs qalıb, amma baxırsan ki, məhdud bir imkanlarla onu filmə ərsəyə gətirib, bunun özü bir mövzudur. Məhdudluq özü də bir növ sənətə bəli, senzura sənəti inkişaf elətdirir. Senzura bir növ bir baxımdan, məsələn biz görmüşük də bəzi ölkələrdə senzuranın
hansı deyək ki, kinematoqraf sahəsinə nə qədər töhfələr verdiyini, indi siz o barədə də danışarsınız. Nədənsə o filmləri biz o keyfiyyətdə görə bilmirik. İndi əgər desək ki, maddiyyat baxımdandır məsələni konkret maddi tərəfinə yönəltsək, yenə də bu tam olaraq cavab olmayacaq. Sizin bu barədə fikirlərinizi bilmək istəyərdim. Stereotip cavab budur ki, mən indi başlayım ki, bilirsiniz, o vaxtçılar dəhşəti idi. İndi heç kim yaza bilmir, çəkə bilmir. Yəni və bu tamaşaçıların da, ümumən kütlənin, xalq xoşuna gələn bir cavab olacaq. Çünki bizdən əvvəlki nəslə bir ehtiram, bir də bizim xatirələrimizdən dolayıdır. Biz əslində o filmə baxandan da xoşbəxt günlərimizi xatırlayırıq və s. Amma burada düşünürəm, ümumiyyətlə həqiqət də müəyyən qədər belə bir şeydir də. Sən bir tərəfdən yapışıb o biri tərəfi eləsən, bu həqiqət olmaz. Gərək hər iki tərəfdən baxasan. O vaxtın filmləri ilə bağlı, bəli, o vaxtın peşəkarlığı bir ayrı müstəvidə idi. Tələb bir başqa idi, senzura bir başqa idi. Amma burada bir incə məsələ var. Biz sizinlə podkastı 10 dəqiqəyə çəksək, daha primitiv formada bir söhbət alınacaq. Niyə? Sizcə çox sürətli düşünüb, sürətli cavab istəyəcəksiniz məndən. Mən, amma bu proqramı biz bir həftə sizlə hazırlaşsaq, daha əhatəli və daha fundamental məsələlərdən danışacağıq. O vaxtki filmlərin yaranma müddəti çox müddətli idi. Məsələ burada uzun müddətə yaranır. Bəli. Bir il təkcə ssenariyə bizim dəyərli aktrisamız Gülzar xanımla biz söhbət eləyirdik. Ölsən bağışla filmindən danışırdım ki, bəs mənə çox maraqlı idi da orada böyük ustadlardır, Rasim Hocayevdir, Rüstəm İbrahimbəyovdur. Orada necə deyir? Bir il biz ancaq çitka deyilən bir proses var, oxunuş prosesi. Biz oxuyurduq, ssenari düzəlirdi filan. Sonra rejissor onu çəkirdi filan. Yəni bu bir uzun müddətli bir prosesə hesablanır. Bu adamlar deyir ki, mənim işim bundan ibarətdir. Amma indi zaman o qədər sürətlənib ki, sürət bir növ düşməndir. Düşməndir və prodüser sənə deyir ki, mənə materialı tez ol 2 aya yaz. Sən 1 illik materialı 2 aya yazmağa məcbur olursan müəyyən mənada. Yazmaya bilərsənmi? Əlbəttə. Yazmadıqlarımız varmı? Əlbəttə. Amma müəyyən işdir və sən sənətçisən, istəyirsən ki, öz işini realizə edəsən. Və başlayırsan yazmağa. Və təbii ki, redaktə prosesindən çox keçirdə bilmirsən və s. Sonra onun çəkiliş məsələsi. Yəni deyirlər ki, pul var amma bizə elə gəlir böyük pullardır. Kino üçün böyük pullar deyil. Deyir ki, tez bunu 2 aya çəkmək lazımdır. Bizi tələb o. Bəli, bilirsiniz, mən demirəm hər şey ideal. Təbii o dövrün peşəkarları, amma məsələ odur ki, uzun müddət və ciddi hazırlıq peşəkar yetişdirəcək. Bu belədir. Amma mən inandırım sizi ki, bugün Azərbaycan, mən bəzən bizim gənc aktyor dostlarımıza deyirəm və mənim belə əslində ürəyim yanır deyirəm bəlkə də xətirlərinə dəyər. Deyirəm ki, mən sizə baxıram, bir növ ürəyim ağrıyır. Deyirlər, niyə? Deyirəm ki, Rasim Balayev 19 yaşında oynayıb, 20 yaşında oynayıb, Nəsimini də qarışdıraram da. Yəni Fəxrəddin Malayev. Bunlar gənc yaşlarında özlərini necə filmlərdə realizə ediblər. İndi bu uşaqlara baxıram, boy, buxun, yaraşıq, istedad. Yəni bunlar indi bu Babəki oynayıb, bu oynamalıdır Şah İsmayıl indi. Biri oynamalıdır Qara Yusifi, biri oynamalıdır Uzun Həsəni. Bunlar seriallarda, yəni mən özümə də şamiləm. Biz də yazırıq da, biz nələri yazmalıyıq indi. Ömür də keçir, amma ömür keçir. Yəni ssenarist elədir ki, bu il artır, peşəkarlaşır və bunun qələmi itilənir də. Amma aktyorun, aktrisanın vücudu, fakturası hər zaman eyni qalmır, axı bu gedir. Bax, mən o məsələyə istəyirəm, elə buradan da həmin dediyinizə qüvvət olaraq deyirəm. Yəni bəzən yaradıcı adam, mən bir neçə dəfə sezmişəm bunu, yaradıcı adamın bir məhsuldar dövrü olur. Bir müddətdən keçdikcə o daha çox bilgiləndikcə elə bir məhdudlaşır. Çox az şeydən yazır, çox az şeyə müraciət eləyir. Elə bir növ əli soyur. Elm adamlarında da bu şey var ki, daha çox bilgiləndikcə az danışmağa başlayır falan. Amma o məhsuldar dövr çox önəmlidir. Çox istəyirəm o məhsuldar dövr çox önəmlidir. Və o dövrü necə qiymətləndirirsən, necə aparırsan, hansı formada o da önəmlidir. Bu çox vacibdir. Çox vacibdir.
Bu gün mən hər şey indi şəraitin üstünə atmıram. Özümüzdə tonlarla qüsur var, nöqsan var. İnkişaf mən eşitdiyimə görə, məsəl üçün teatrın o 90-cı illər çox pis şəraitində Allah rəhmət eləsin, Fuad Poladov deyir, tamaşa yoxdur, amma hər gün gəlirdi teatra və səhnədə obrazı, aktyor yoxdur, heç kim yoxdur, tamaşaçı yoxdur, məşq eləyirdi dayanmadan. Təbii ki, bu fərdlərə aiddir də, yəni hamı Fuad Poladov ola bilmir. Yəni bu gün o şeyi yaratmaq lazımdır, uşaqlar inkişaf eləməlidir filan. Amma məhsuldarlıq dövrü. Amma yaşlı dövrə də baxanda biz deyirik belə, burada bir şövq anlayışı var. Çox əfsus və təəssüflər olsun ki, bizdə biraz axsayan yerlərimizdən biridir ki, şövq itir. Aha. Çünki yaşlı rejissorlara xaricdə baxanda, yəni bu yaxınlarda Scorsese bir film çəkdi. Spielberg hələ işləyir, James Cameron hələ işləyir. Vay qocalıblar, yaşlı adamlardır və amma yaratmaq, istehsal eləmək şövqü var. İndi bəli, indi biz şəraiti filan hər şey eləyə bilərik, amma hər şeydə şəraitin üstünə atmaq biraz, yəni bu şəraiti tutalım uzaq ölkə deyil də, tutalım İran kinosu da eləmişdi. Kiarostami ən yaşlı vaxtlarına qədər film çəkirdi. Və çox əvvəllərdə baxsa çox az büdcə ilə başlamışdı. Çox az. Siz orada biraz sistem fərqli idi orada, yəni kinonun sistemi biraz fərqli idi. İnkişaf modeli biraz fərqli idi. Çox incə mətləblərdir, sözün əsl mənasında. Ümumiyyətlə mən bilirəm ki, ümumiyyətlə film sahəsində də bizim bir dövr məsələn Həsən Məmmədov ki film çəkilmirdi. Həsən Məmmədovu xalq artistimiz barədə danışdırdılar. O arzulayırdı, neçə illər o arzuladı ki, kaş kinomuz gələydi, qayıdıydı həmin o vəziyyətinə. O bir müddət ki, kino çəkilmədi, büdcə çatışmazlığına falan. Hamı gözləyirdi. Əslində o nəsil ki var idi, o nəslin böyük nümayəndələri var idi. Onlardan yaxşı əsərlər qoyula bilərdi, amma alınmadı. O da bir dövrə təsadüf elədi. Həm də bir növ deyək ki, ekran əsərləri olsun, isə tamaşa həm də öz dövrünün övladlarıdır da. Dövrü ilə həmahəng olması. Məsələn, baxırsan ki, dövrə uyğun şeylər dəyişir, bu əsərlər dəyişilir dövrə uyğun. Məsələn, film əsərləri. Filmlərdə mən daha çox görmüşəm onu ki, artıq ki o vaxt bir ideoloji xətt vardı, Sovetin ideoloji xətti vardı ki, hansı hakim deyək ki, rəhbərlik hansı siyasi xətti tuturdusa, artıq gördün ki, o filmlərə sirayət eləyirdi. Misal üçün son 80-cı illərdə biz baxırdıq ki, artıq rəhbərliyin dəyişilməsi ilə toxunulan mövzular da, mövzuların da buna uyğun olması filmlərdə. Yəni dövlət sifarişli filmləri idi, bu cür tələblər oldu. Amma hər bir halda daha çox o tarixi mən istəyirəm nöqtələr toxunaq, tarixi səpkidə olan əsərlərə mən istəyirəm toxunum. Tarixi səpkidə Azərbaycanda çəkilən filmlər ki var, istər o deyək ki, Axırıncı Aşırım olsun, Yeddi Oğul istərəm, ümumiyyətlə Babək, Nəsimi kimi filmlər ki, tarixi kontekstdə olan filmlər idi. Onlara baxırsan, görürsən ki, bir ideoloji xəttin içərisində olmasına baxmayaraq, orada rejissor özünün bildiyi, amma cəmiyyətin bilmədiyi məsələləri sətraltı gətirib yaşadırdı. İstər mənfi obrazla, filan obrazla saxlayırdı onu. Amma ideoloji xətt başqa şey deyirdi. Götürürdü, məsələn, Kərbəlayını ya hansısa bir dənə obrazı gətirirdi. Ona soruşsan, deyəcək ki, mən onu yaşatmışam o. Müasir dövrdə deyəcək yaşatmışam. Burada da bir növ o işi görən adamın, yəni işin içərisində olan adamın mahirliyi, ustalığı vardı. Kinonun dilidir də bu. Kino əslində bax dediyim o təsvir dili, müəyyən şeyləri sən ötürürsən və bilirsən nə edirsən və bu ancaq qapalı və senzuralı olan yerlərdə çox üzə çıxır. Burada nə qədər həmin rejissorun dünya görüşünün nə qədər bilikli olmasının şərti var. Yəni elə sadəcə sən rejissorsan deyə bir şey qoysan, cəmiyyətin heç nə çatdıra bilməyəcəksən. Burada gəlin şaxələndirək məsələni. Bax belə bir şey deyək. Dediyiniz məsələdə birinci nüans budur ki, deyirsiniz ki, kinonun rejissorun təfəkkürü. Burada ikinci bir məsələ var. Xalqın özünün gen yaddaşı və arxetipləri.
Bu tamam ayrı bir mövzudur. İndi ona toxunaq. Bir dənə gözünüzün qabağına gətirin bizim bütün filmlərdəki sevilən obrazları. Qəmludur, Bəli. Kərbəla idi. Görürsünüzmü necə əslində şey obrazlardır Bəli, bunlar. bəli. Mənfi planda. Mənfi planda bəli. Bu amma daha çox onu sevin. Bu rejissorun ustalığı ilə paralel xalqın yaddaşına, xalqın arxetipinə zidd gedə bilmirsən. Bu elə bir şeydir ki, Mümkün sizin ortalığı. hardansa təbii ki çıxacaq. Yəni bu birinci faktor budur. Bəli. Ona görə də bütün ideologiyalar, yaranan nə bilim, nə isə təbliğ eləməklə filan, bunlar öz sürəkliyini müəyyən müddətə qədər qoruya bilirlər. Kollektiv şuur axırda vurur çıxır və hər şeyi öz istədiyi tərəfə səmtə yönəldir. O rejissor məsələsi də təbii bu indi belə bir şey var da, daha çox olub ki, indi biz nə isə tənqid eləyəndə ümumiyyətlə insan şeyə fokuslanmağa, pisə fokuslanmağa meyllidir. Bu instinktidir. Ki, yəni görəm canavar parçalamayıbmı bizi? O vaxtdan qalma bir instinktdir ki, hər şeydə mənfini görsün birinci. Və bu da xoşu gəlir. Bir dənə baxın bütün o şey xəbərlərə görün, saytlarda çıxan ancaq mənfi obrazda olan xəbərlərdir də filan. Çünki yaxşı şeyə birinci düşüncə lazımdır. Yaxşını görmək üçün birinci biraz dayanıb zəhmət tələb eləyir. Bəli, zəhmət tələb eləyir. Bu ayrı bir nüans. İndi dediyiniz məsələdə xalqın arxetip məsələsi. Rejissorlarımız gəlin indi biz tənqidi yanaşaq biraz da. Ki bayaq təriflədik. Yaxşı təriflədik. İndi o tənqid moddur da ki, biz də tənqid edirik. Nə qədər mənim dostlarımız çoxsu, istedadlı, savadlı uşaqları var filan. Amma neçəsi nə qədər kitab oxuyur, nə qədər mütaliəlidir, nə qədər öz xalqını tanıyır. Mən bir şeyə çox belə təəccüb eləyirəm. Daha doğrusu təəccüb eləyirdim, artıq eləmirəm. Ki, sən Avropa təfəkkürünü bilə bilərsən, bu şeylə silahlana bilərsən filan. Sən öz mədəniyyətindən imtina da edə bilərsən. Sən kosmopolit də ola bilərsən. Amma bilmədiyin şeydən imtina eləyə bilmərsən. Sən gərək bunu birinci biləsən. Biləsən ki, nə sənin xoşuna gəlmir. İslam sənin xoşuna gəlmir. Əqidə sənin xoşuna gəlmir. Xalqın yəni 1000 illik gen yaddaşından sən birincisi imtina eləyə bilmərsən, çünki sən burdansan. Bura məxsussan. Bura məxsussan. Yaxşı, tam imtina elədin, çox gözəl. Sən birinci bil də bu nədir? Sən bunu bilmirsən, deyirsən ki, yox, bilirsiniz, əslində Avropa dəyərləri filan belə məşməkə. Avropa möhtəşəm kinolar yazıb, möhtəşəm bir mədəniyyət qoyub. Yəni bu ikinci cəbhədən də mənim xoşum gəlir. Artıq cəbhələşmə var. Bu da deyir ki, Avropada hər şey pisdir. Niyə bu gün də yaşayırsan? Yəni bu ayrı bir temadır. Amma sən bir mədəniyyətin tarixini bilməsən, özünü tanımasan, mən inanmıram sənətçi ortaya nəsə yaxşı bir material qoysun. Bazı onda bir şey olmalıdır. Əlbəttə ki, yəni sən çünki öz mədəniyyətinin kökləri ilə silahlanandan sonra sən bəşər ola bilərsən. Sən Avropa məsələn oxuyurlar ki, mən Frans Kafkanı oxudum və dəhşətli bir şey. Sən Kafkanı necə hiss eləyə bilərsən? Nə qədər hiss eləyə bilərsən? Sən birinci hələ gəl Seyid Əzimi oxu görək. Seyid Əzimdə bir düzdür, mən bəzən qınamıram, bizdə o körpü müəyyən qədər qırılıb, biz indi Füzuliyə çox rahatlıqla girə bilmirik filan. Bunlar aydın məsələdir. Füzuliyə girə bilmədiyimiz üçün də indi bir çox belə yalançı Füzulişünaslar da peyda olub, hamı danışır idi. Bu da ayrı bir dərddir. Amma hər halda sən bir öz mədəniyyətinlə maraqlanmalısan. Bizim ən böyük problemimiz bugün sənət camiasında ən böyük problem təkcə mütaliə yox, nəyi mütaliə eləmək, nəyi öyrənmək. Bax, budur. Biz deyirik, sənətçi öz dövrünün övladı olmalıdır. Sən o qədim o şeydə, o sillogizmi, o şeyi bilməsən, sən öz dövrünün övladı, sən bilmirsən əvvəli. Əvvəli bilmirsən. Əvvəli bilmirsənsə, sən bir növ o silsilənin gətirib çatdırmalısan lazım olan yerə. Bura, bundan sonra. Çünki sən bunu çatdırmırsan, deyirsən mən oradanam. Oradakı da bunu səndən yaxşı bilir. Bax, mühüm məsələ. Problem o ki, oradakı sənin tarixi də səndən yaxşı bilir. Faciə burdadır. Həm də bax, belə bir şeyimdi, ona da toxunarıq vaxtımız qalsa. Bu ssenari məsələlərində, indi mən bilirəm ki, Pərviz müəllimin də bu məsələdə ciddi marağı var. Bu tarixi
şəxsiyyətlərə müraciət eləmək, tarixi şəxsləri ekran Bəli. əsərinə gətirmək və çünki bir zaman bu şeylər edilmişdi, amma hal-hazırda, yəni edilsə də məsələn bəzən uğurlu bir ekran əsəri kimi ortaya çıxmır. Müəyyən səbəblər ola bilər bununla bağlı. Həm də bax deyək ki, bir dövr biz Türkiyədə gördük ki, tarixi şəxsiyyətləri ard-arda da hələ davam eləyir. Deməli bu filmləri çəkdilər. Amma baxıram mən hərdən izləyəndə görürəm ki, motiv olaraq eynidir. Eyni demək olar ki, bir-birindən elə bil davamıdır, ya bir-birindən yəni əsərdə olan proseslər filanlar oxşardı və bəzən görürsən ki, indi rejissorlara da bir sirayət eləyə bilər. Rejissor da götürər onu eynisini çəkmək istəyər, onun o format. Yəni bu məsələlərdə də önəmlidir ki, sənin öz kino bir tarixin var, sənin bir ədəbiyyat tarixin var, ona sadiqlik baxımından ki, o bayaqlar deyən, o nəslin davamçısı olmaq və öz milliliyini qoruyub saxlamaq, istər ədəbiyyatda, istər ekran işində. Təəssüf olsun ki, bu məsələlər biraz artıq marketinq və biznes məsələlərinə girir. Nə? O serialların bir-birini təkrar eləməyi. Nümunə gətirirəm arada dostlar üçün. Bizim məsələn bir Sultan Əbdülhəmid serialı gedirdi. İndi biz bu işlə məşğuluq deyə baxıram da ki, görüm hər dəfə kimlər nə çıxardır eləyir. Bir bölüm yarım baxa bildim. Hədsiz pafoz, hədsiz belə bir şey. Sonra türklərin bir məşhur yazıçısı var, həm yazıçı, bəstəkar, şair, müğənni. Zülfü Livanelinin bir romanı var idi, Kaplanın sırtında. O da Əbdülhəmidin həyatından idi və mən onu oxuyanda çox belə şey dedim ki, bunu oxuyum görüm, onun bir qatı bir Atatürkçü olduğunu bilirəm də ki, bu Əbdülhəmiddən necə bir şey yazıb. Oxudum, inanın ki, mən Əbdülhəmid bir person olaraq daha çox sevdim romandan. Nəinki onun təbliğatına yönəlmiş propaganda. Niyə? Çünki bir insan portreti göstərir orada ki, tarix sənədlərlə yazılıb ki, bu bəli müəyyən xüsusiyyətləri olur, müəyyən diktat şeyləri filan, amma onun bir səhnəsi var, əsirlikdədir, Selanikdə və düşmən gəlir və bu əsirdir və qoca bir kişi də deyir ki, mənim tüfəngimi verin, mən vətənimi qorumalıyam. Bir belə o yerə qədər ki, indi yazıcı da professional da sujet fırlayır, gətirir oradan bir belə. Mən bir insan gördüm də. Amma indi bu incə bir məsələ var. Bunu serial kimi çəksələr uğur qazanarmı? O ayrı bir şeydir. Aha. Serial bəlkə film kimi daha film çox kimi çəkilsə daha uğur olar. Serialda bir-birini təkrar edən temaların öz səbəbləri var. Bəzən burada ssenaristi, rejissoru günahlandırmaq olmaz. Şirkət, prodüser, kanal rəhbərliyi falan görür ki, bu temalar reytinq gətirir. Aha. Bu yaxınlarda taksidə gedirdim. Oğlan sürə-sürə baxır görəm hansısa türk serial, tarix seriallardan biridir. Nəsə söhbət düşdü falan. Mən də kino studiyaya gedirəm. Dedi sən də kino adamısan falan. Danışırıq. Orada bir dedi ki, yaxşı idi məsəl üçün, amma bu Sultan Süleymana baxdım. Axırdakı belə bu sarayda bunu elədi, onu elədi, nə bilim, ancaq bunun nəzərində serialın verdiyi personaj bilir ki, Süleyman ancaq arvadlarla oturub durub da, bu başqa heç bir iş gücü olmayıb da. Və bu da görürəm ki, belə biraz da belə qriyyətli uşaqdır, bərk əsəbləşib. Bərk buna təsir edib. Deyirəm ki, yox, bu Sultan Süleyman elə adam olmuyor bu. Yəni Viyana qapılarına qədər. Biraz da o ekranın tələblərinə uyğun. Bəli, deyirəm bu Viyana qapılarına qədər gəlib. Axırda düşənə ki, sağ ol qardaşım, mən çox böyük yaxşılıq elədim, fikrimi dəyişdim də, mən o kişiyə neçə vaxtda pis baxıram. İndi deyirəm, hara gətirirəm, o saray intriqaları, qadın konfliktləri, biraz ailə məişət müstəvisinə salıb şey eləmə. Bunlar ssenarist üçün başa düşüləndir. Bunun çünki əgər onu eləməsə serial bağlanacaq. Reytinq verir. Buna bəzi örnəklər var idi. Türklərdə baxdı, qardaşımla baxdım, indi hansısa bir serial idi, tarix serialı idi. Baxdıq, dedi bu necə dəhşət serialdır. Adını çəkib Fatih Məhəmməd serialı idi. Dedim bu 2-3 bölümdən sonra bağlan, reytinq verməyəcək. Allah'ın Fatih Məhəmməd türklər bağlandı serial. Niyə? Çünki real bir Fatih Məhəmməd göstərməyə çalışdılar. Yəni bu əfsus ki, bilirsiniz, kütlənin müəyyən tələbləri var da. Bax, onu mən sual verəcəkdim. Gəldik o məsələyə. Bu gün ədəbiyyatda da, ya elə
dediyimiz kimi filmlərdə, seriallarda da bu gün kütləyə uyğunlaşmaq və yaxud kütləni öz ortaya qoyduğun əsərlə idarə eləmək, zövq tərbiyə eləmək və yaxud zövqə uyğunlaşmaq. Yəni bu əlbəttə ki, bir mənalı bir cavab olmayacaq. Burada artıq bir kompromis yol tutmaq lazımdır. Kompromis yol tutmaq lazımdır deyirik. Bu biraz mənə əziyyət verən şeydir. Bəli. İllərlə tam yazmış olsaydı, artıq bir neçə ildir ancaq öz istədiyimiz tematikada yazır. Təbii bu insana maddi olaraq çətinlik yaşada bilər, yəni finans mənasında insan sıxıntıları sala bilər, amma yaş da artır, müəyyən bir şeylər olur. Oxuyursan, öyrənirsən, öyrənmək deyəndə, yəni oxumaq deyəndə elə özünü də oxuyursan. Görürsən ki, çox təhlükəli bir ifadə var. Bu dünyaya hakim, dəhşətli bir ifadə var. Zaman bu zamandır. Zamana uyğunlaş. Bu çox dəhşətli ifadədir. Təhlükəlidir. O Həzrət Əmr hər insan öz zəmanəsinin övladı olmaq, zamana uyğunlaşmaq deyil. Bunlar tamamilə bir-birindən fərqli zidd anlayışlardır. Çünki zamana uyğunlaşmaqla zəmanənin övladı olmaq arasındakı fərq nədədir? Zamana uyğunlaşmaq, yəni kölələşmək. Zamana uyğunlaşmaq, səndən nə tələb olunur? Zəmanənin övladı olmaq, öz zəmanəni dərk eləyib, lazımı tədbirləri görməyə çalışmaq. Bunlar tamamilə fərqli anlayışlardır. Bu gün bizdə ən böyük problem budur. Yəni nə istəyirlər onu ver. Nə edirlər ona uyğunlaş. O zamana uyğunlaşmaqdan, zamanənin övladı olmaq deməkdir. Deyil. Yəni mən belə düşünürəm. Yəni, zəmanənin övladı olmaq deyil. Zəmanənin övladı olmaq öz bir belə deyək də ziyalı ilə o bir İslam alimlərindən birinin kitabında oxumuşdum, çox xoşuma gəlmişdir. İntellektualla ziyalı arasında böyük bir fərq var. İntellektual sözü zehni əməklə məşğul olan adamdır. Ziyalı öz dövrünün peyğəmbəri, yəni misalında olmalıdır. Yəni sənətçisənsə, yəni sənətçilər bir marjinal bir ayrı bir yerə qoyublar. Əslində bizdə tarixən şərq mədəniyyətində sənətçilər xalqla təmasda olublar. Yəni və sənətçi olmaq mütləq şəkildə yaxşı bir qəzəl yazmaqla bilinmir də, yaxşı bir dülgər də öz işinin sənətkarıdır. Bu şey qopulub cəmiyyətdən. Əslində o sənətçinin özünü də təcrid eləməkdir bir növ. Bu ayrı bir mövzu. İndi gərək o şey məsələn çağ, zaman məsələsinə. Zamana uyğunlaşdın, kölələşdin. Kölələşməmək üçün sən nə etməlisən? Sualı veririk. Belə bir şey var, deyir fəlsəfənin əsas şey sualı qoymaqdır. Əlayı, amma yəni sualı qoyduqca bir cavab da axtaraq da. Mən demirəm mütləq bir cavab verək. Amma çox çıxılmaz vəziyyətdir. Zaman elə bir şeyə gətirib ki, insanları. Baxın, bayaq danışıram. Özüm hiss edirəm ki, ssenaristəm axı, strukturumda qopuqluq var. Bayaqdan ssenaristi müdafiə edirəm. Düzdür? Çünki bu reallığı nəzərə alıram. Sonra deyirəm ki, yox, mən hər istədiyim şeyi yazmaq istəmirəm axı. Amma tələb olunan odur axı. Biz bir labirintə düşürük insan. Labirintə düşür. Bu labirintə düşmək nədir? Cəmiyyət ayağını, əlini çəkib də göylə kontaktı üzüb. Və kapitalist bir münasibətlər var. Yəni kapitalizm nəyi istəyir? İstehlak cəmiyyəti nəyi istəyir? Sən onu verməlisən. Yəni sən bunu istəmirsən, yox, yəni həzzi yaşamalısan, yaşatmalısan insanlara. Bunu ver, sən sonra özü üçün nə istəyirsən elə. Yəni insanı bir labirintə salıblar, çıxılmazlıq vəziyyətindədir. Bunun yolu axtarıram, mən özüm demirəm hər dəfə tapıram. Müəyyən bir ipuçları var ki, özüm üçün belə bir şey tapmışam da. Böyüklərlə rabitə. Böyüklərlə o rabitəni, kontaktı diri saxlamaq. Böyüklər dediyim indi, yəni indi podkastda burada biz rahat düşünürəm, söhbət edək. Bizim böyük bir İslam mədəniyyətimiz var. Çox böyük. Və insan, bunu mən sadəcə bir kitabdan gəlmiş adam kimi demirəm. Hətta əksinə, belə deyək də, bir çox şeylərdən, izmlərdən müəyyən mənada sıyrılıb gəlmiş adam kimi deyirəm. İslam dininin qoyduğu konseptual yaşam tərzi səni xoşbəxt eləyə bilər.
Düzdür, çətindir. Təkrar edirəm. Baxın, yenə ziddiyyət yaranır. Səni bu gün ruhani aləmlə rabitəni maksimum qırmağa çalışırlar. Daha doğrusu keçən və dostlarla danışanda deyirəm, qırmağa çalışmırlar. Belə bir ifadə var ki, bu yanlış ifadə. İslamla düşmənçilik var. Ümumiyyətlə Allahla düşmənçilik var. Ki, yəni dinlə düşmənçilik var. Dinlə düşmənçilik yoxdur, mahiyyətini dəyişməyi var. Aha. Din məsəl üçün sənə Allah mərkəzli bir həyat təqdim edir. Bəli. İslamda bir dairətül vücud anlayışı var. İnsan dairənin içində olmalıdır. Mərkəzində yox, öz yerində olmalıdır. Mərkəzdə Allahdır. Biz elə bir Allahı çıxartdıq, qoyduq insanı. Bəli. Mərkəzə insansa artıq. İndi insan da çıxır, mərkəzə robot gəlir. Bu daha bir başqa bir faciə. Pərizəm sözü yəni davam edəcəksə elə bu səpkidə demək istəyirəm. Var ki, modernist yanaşma, modernizm var idi. Onlarda deməli olar ki, çıxartma var idi. Yəni başqa çıxardırdılar və yerinə heç nə qoymurdular. Amma postmodernizm elə bir o şeyləri dəyişdirdi də. Tanrı getdi, insan qoydu. Yəni axirəti çıxartdı başqa şey. Yəni bu əslində post-trust dövrü biraz daha başqadır. Post-trust dövrünə post-Trump modern dövrdə belə ki, hər şey mənasızdır. Hər şey mənasızdır. Siz təsəvvür ki, mənasızlıq çox gözəl nöqtəyə gəldi. Mən özümü də o labirintdən çıxartdınız. Mənasız ol, hər şey mənasızdır. Bax, hakim fikir budur. Bəli. Düzdür? Mənasız. İnsan da fitrət olaraq məna axtarmağa meylli varlıqdır. Amma hər şey mənasızdır. O orada qərar tuta bilməyəcək də. Bəli, bir ifadə var fəlsəfədə, İngiliscə homeless deyirlər. Evsiz, yurdsuz. İnsan müasir insan evsiz və yurdsuz bir vəziyyətdədir. Niyə? Çünki məna yoxdur. Amma yəni ontoloji gerçəklik var. Yəni hara şeyləsə, fırladaq temanı da bizə bu gün dərslərimizdə, tədrisimizdə, hər bir şeydə belə bir hakim fikir var da ki, sən məlumatı öyrən, tətbiq elə, yəni başqa vəssalam. Amma insan özü mənaya və gözəlliyə meylli varlıqdır axı. Sən bundan mənanı əlindən almısan ki, məna yoxdur. Məna olan şeyləri də köhnəlik, geridə qalmışlıq, hətta xurafat, hətta axmaqlıq kimi təqdim edirsən. Bu gün mənaya iddialı məktəblərə axmaq kimi baxırsan. Ki, bu lazım deyil. Niyə lazım deyil? Məna insanı düşündürməyə yönəlik bir anlayışdır. Düşünmək odur ki, düşünmək yəni sənin qapılarını aralayır. Düşünmək, mən bir müəllimim var, Murat Menteş, məşhur türk yazıçısı, onun bir yaxşı deyir, düşünmək kendinə saldırmaqdır. Belə bir söz var. Düşünmək yəni özünə hücum eləmək, düşünmək ayağa qalxmaq, düşünmək öz evini axtarmaq üçün yola çıxmaqdır. Bax, gözəl nöqtədir. Pəriz, mən bir son dövrlərdə gəldiyim fikir bundan ibarətdir ki, biz bir arada olanda bir dəfə bu barədə söhbət düşmüşdü, müzakirə edirdik. Daha çox oxunan səndədir. Sənsən və sən bütün bu sənətdə, bütün ədəbi sənə daha çox istiqamətlənməlidir ki, o əsas məna səndədir və sən bir növ o qapını açmaq, aralamalısan ki, oradan baxaq görək, o okeana dalmaq, yəni bax, siz demişəm, bu postmodernizmin o mənasız bir gedişatları çox özünü sürdürə bilməz, davam edə bilməz. Bir müddətdən sonra həm də bir müddətdən sonra o qırılacaq da. Yəni insan məna axtarışına məna axtarışı, bu axtarış səni gətirir, çıxardır mərkəzə robotu qoymağa da. Niyə? Çünki sənin mənanı kəsiblər yolu. Sənə deyirlər ki, sən bəli, insan birinci növbədə özünü oxumalıdır. Oxumağa çalışmalıdır. Özünü oxumaq oyanışın ilkin şeydə qapını tıqqıldadırsan ki, mən oyanıram. Oyanmaq bugünkü istehlak cəmiyyətinə qəti şəkildə sərf eləmir. Lazımdır. Qəti şəkildə sərf eləmir. Deyirlər ki, sən düşünmə. Düşünmə. Niyə? Çünki düşünsün deyəcəksən ki, var da bu telefon zəng gəlir, zəng gedir də. Ona görə də o süni texnologiya bunun məhsuludur da, o idarə edir. Bəli, düşünmə, sən təzəsin verərik sənə. Bəşər tarixinin ən gözəl dövrlərindən biri düşünürəm ki, müharibədən sonra 50-60-cı illərdə idi. Niyə? İnsanlar böyük səfaləti görmüşdülər. Xırda şeylərlə xoşbəxt olmağa başlamışdılar. Bu istehsal eləyir də bir
bir fincanı istehsal eləyib bu suya ehtiyacı olmalıdır adamın ki, bu onu satsın. Və su satır bir müddət sonra tükənir. Yeni bir ehtiyac lazımdır. Yeni bir Və ehtiyac yox. daim səndə bizdə ən böyük problemlərdən biri də, yəni insan olaraq ehtiyacla tələbat bunlar fərqli şeylərdir də. Yəni deyir ki, sənin ehtiyacın var buna. Ehtiyacı Üzr yaratma. istəyirəm. Bəli, arzu ilə ehtiyac. Arzu ilə ehtiyac, bəli. Arzu və ehtiyac. Biz məsəl üçün adam mən oxuyuruq bu Nəhcül Bəlağəni filan oxuyuram. Mən arada çox heyrətlənirəm. Analogiya aparıram dövrünə. Mən başqa bir əslində elə heyrət sözü daha uyğundur düşünürəm din müqəddəslər üçün. Sevgidən, şeydən daha çox heyrət. Çünki onların oxuduqca bir heyrətlənmə prosesi gedir də. Ki həmişə deyirlər ki, arzu bəladır da. Belə bir təqdimat var da ki, əslində çox xoş söz görünür axı arzular filan. Amma arzu bitən şey deyil də. Yəni sən birini arzulayırsan, sonra başqa bir şey arzulayırsan, başqa bir şey arzulayırsan. Sənin ehtiyacın nə qədərdir? İnsan arzusuna yox, ehtiyacına fokuslansa, öz şəxsiyyətini üzə çıxarır. Bəli, öz şəxsiyyətini üzə çıxarır və sonra ki, sənə əslində rahat yaşamaq üçün belə çox bir şey lazım deyil. Bəli. Buradan elə gil mono tamaşasına keçid eləyə bilərik ki, orada Pərviz müəllimin qoyduğu mono tamaşadır, əsərdir, ortaya çıxardığı bir möhtəşəm bir əsərdir. Mən onu bu yaxınlarda izlədim. Aktyor Bəhruz Vaqifoğlu'nun ifasında çox gözəl, sözün əsl mənasında orada bir Məhəmməd Füzuli obrazıdır. Daha çox özünü axtaran şəxsdən Məhəmməd Füzuli obrazına keçiddir o və çox möhtəşəm keçidlər var orada və o monoloqda insanın özünü ifadə etməsi və şəxsiyyətini üzə çıxartması əslində bu hər bir insanda bu baş verməlidir əslində və deyək ki, Pərviz müəllim onu bir ortaya qoyduğu bir tamaşa ilə onu təsdiqləyir. Amma bu günləri məsələn deyək də, çox insanda bu natamam qalır, yarımçıq qalır, insan ömrü ona vəfa eləmir və yaxud yəni hər bir insanda baş verməsi əslində lazım olan xüsusiyyətlərdir. Yəni o Məhəmməd Füzuli obrazına keçə bilmir. Yəni sözün əsl mənası. Yəni bu əslində bir tamaşadan çox insan həyatının bir xronologiyasıdır, mənəvi xronologiyasıdır, yəni ardıcıllığıdır. İndi o adın seçilməsi də çox maraqlıdır. Gildən o insanın yaranması. Pərviz müəllim ümumiyyətlə bu səpkidə olan işləri uğurlu hesab edir, yoxsa yox? Yəni ümumiyyətlə bu cəmiyyətdə nə qədər maraq var belə tərzdə ki, daha çox ruhani istiqamətdə insanların daha çox əsl mənəvi təkamülünə xitab eləyən tamaşadan söhbət gedir. Çox yaxşı və yaralı yerimə toxundunuz. Belə cavablandırım da, bax deyək ki, uzun müddətli iş filan. Məsələn, bu iş bizi üçün biz bunu Füzuli ilinə çatdırmaq istəyirdik. Amma gördük ki, qaça-qaça düşür. Əsər getdikcə yazılır, dəyişilir, işləyirəm üzərində. Sonra dedik ki, yox, bu bizim ruhumuzdan gələn, belə süzülən bir işdir. Buna vaxt qoymayaq. Gəl yazaq bunu. Və sıfırdan başlayalım. Əslində bir roman yazıldı. Sonra onun təzədən onun içindən bir pyes çıxdı filan. Birinci düşünürəm uğurlu səbəblərindən biri oldu ki, uzun müddətə bayaqlar onu qeyd eləmişdiniz. Çox önəmli məsələ. Uzun müddətə. 2 tələb təklif. Hər zaman belə bir müraciətlər olmur. Amma mən düşünürəm ki, bəli, bu cür işlər yəni subyektiv fikrim odur da, məndən soruşursunuz. Müəllif kimi təbii ki, bu cür işlərin yazılmağının tərəfdarıyam. Yəni daha doğrusu tərəfdarım deyir o nə yeyirsən ona çevrilirsən. İndi həyatı necə oxuyursansa o cür yazırsan. Demək bir haşiyə eləyim. Əslində haşiyə də elə bura bağlı bir məsələdir. Bu yaxınlarda məşhur bir serial var, Breaking Bad serialı var. Mənim də çox sevdiyim serialdır. Anti qəhrəmanın həyatıdır. Belə deyək, metamfetamin düzəldən bir kimya müəlliminin həyatıdır. Və bu film, serial dünyanın ağuşunu alıb, dəfələrlə Emmy mükafatı alıb. Yəni həqiqətən də çox gözəl işlənib. Senarist də çox sevdiyim senaristdir. Bu yaxınlarda onun elə bu il senaristlərə bir master klası var idi, onu izləyirdim. Orada heyrətamiz bir fikir dedi. Dəhşətli bir fikir dedi Vince Gilligan. Dedi ki,
mən bu gün bunu etiraf eləyə bilərəm sizə. Gənclərə müraciət eləyir. Bəli. Deyir, mən bəli, sevə-sevə yazmışam bu serialı. Anti qəhrəmandır da, hekayə qəhrəmanı. Əladır hər şey. Amma bu gün dünyamıza baxıram və görürəm ki, düz eləməmişəm. Bu gün bəşəriyyətin yaxşı qəhrəmanlara ehtiyacı var. Aha. Bunu biz demirik ki, bu dünyanın ən nəhəng seriallarının ssenari. Adam ixlaslıdır, o cür düşünüb. Mən özüm də anti qəhrəmanları çox sevirəm. Onun da bir əslində səbəbləri var. Niyə insanlar anti qəhrəmanlara daha çox müraciət edir? Bayaq verilişdən əvvəl danışırıq. Türklərdən həm Polad Ələmdar xarakteri var filan. İnsanların meyli var. Amma o yaxşı insan, çünki bəşəriyyətin gəldiyi nöqtə artıq bunu tələb eləyir. Və əslində o bir intizar konsepsiyasından yanaşsaq, o deyir ağıllı adamlar getdikcə daha ruhaniyyata meyilli olacaqlar. Bu da bir işarət kimi bəlkə də qəbul eləmək olar. Gələk Gilin üzərinə. Bəzən deyirlər ki, dini əsər yazılırmı yoxsa yox. Mən bunu qəti şəkildə eləyəm. Dinlə ədəbiyyat, bunlar ikisi də ayrılıqda Allaha aparan yoldur. Ayrı-ayrı yoldur. Ayrı-ayrı yoldur. Sən ədəbiyyatını, bu mənim çox yaralı yerimdir. Xətrini istədiyimiz adamlar da var. Ədəbiyyatı yazırsanız ki, İslamı təbliğ eləyəsən, sən uduzmusan. Aha. Ədəbiyyatçı olaraq, yazıcı olaraq məğlub olmusan. Sən, yəni xətibsənsə, çox gözəl. Mən xətibləri dinləyirəm də, Allah rəhmət etsin, hacıdan o qədər şey öyrənmişik. Xətibsənsə dinləyək. Yazıcısansa mənə material qoy. Birinci cümləndən mən görüm ki, sən yazıcısan. Ədəbiyyat belə şeyləri bağışlamır. Thomas Eliot'un bir sözü var. Deyir ki, din əsərin ruhunda olmalıdır, içində yox. Məsələn, Gil əsərinə, tamaşasına dindar gəlib baxır, qeyri-dindar, əqidəsiz adamlar da gəlib baxır. Bəhruz bu yaxınlarda mənə bir mesaj, səs oxutdu, dinlətdi. Tamaşaya gəlib baxan bir adamlardan çox yüksək vəzifəli bir adamdır. Həyat yoldaşı deyir ki, tamaşaya baxıb gəlib. Deyir, evdə deyir, hansısa sözü deyir, başlayır ağlamağa. Aha. Hopub onun canına. Və yaxud bir aktrisa dostumuz var, deyir ki, yanında rəfiqəsi ilə gəlmişdi. Deyir, qız intihar atmosferində gəlmişdi ora. Deyir, depressiyada idi. Mən onu gətirdim ki, biraz fikir. Deyir, çıxandan sonra fikri, deyir ki, mən o qədər çox önəmli idi. Bax, həmin kontekstdə olan adam üçün çox böyük bir məlhəmət. Mən onun yazanda da, məsələn, Füzuli ilə bağlı oturdum, bir xeyli araşdırdım. Bizim ustadların kitablarını araşdırdım. Bizim şairlərimizdən çox şeylər öyrəndim, soruşdum, sağ olsunlar, kömək elədilər. Bir növ Füzuli ilə həşir nəşir oldum və mən nəyi başa düşdüm? Bir də mövzudan mövzuya keçirik. Gözəldir əslində, hamısı bir. Füzulini oxuyanda mən tamamilə ayrı bir Füzuli ilə qarşılaşdım. Tamamilə ayrı bir Füzuli ilə. Bizim nəzərimizdə Füzuli ağsaqqal, başında əmmamə, mömin, övliya. Bunlar varmı? Var. Mən şübhəm yoxdur. Nizamini də çox araşdırmışam. Füzuli övliyadılar mənim nəzərimdə. Bəli. Bu belə. Amma övliya olmaq, çox üzr istəyirəm, bir daşlaşmış bir heykəl olmaq demək deyil. Yəni statik həyat deyil. Bəli. Donuq bir şey. Donuq bir həyat deyil. Bəli. Füzulinin qəzəllərini oxuyanda bəlkə də bu bir qəlbi məsələdir ya. Mən bunu əqli olaraq bəlkə Füzulişünaslar mənlə barışmazlar. Ümumiyyətlə Füzulişünasda orada bir qəribə bir təzadlar var. O özlərinin aralarında qırğınlar gedir. Mən yazıcı, mən biraz rahatam ki, mən yazıcı kimi yazmışam. Ona görə biraz rahatam. Mən belə görmüşəm. Bəli. Füzuli oxuyanda qəzəlləri görürsən ki, bu özü orada elə göstərdiyim adam kimi olur. Bəli. Çox əsəbi yox, yəni axtarışda olan adam. Biz Füzulini fikirləşirik ki, hamının bir dənə soruşsa 90% adam deyəcək ki, Füzuli qoca kişi. Aram bir müdrik bir obraz. Bu cavan olmuyor. O yaşı, yəni birdən-birə orada fikir verin, deyir Məhəmməddir bu. Gəlir Füzuli olur. Tamaşa
Məhəmmədin Füzuli olma hekayəsidir ki, Gözəl. bu həmişə uşaqlıqda mən anam belə bir bu çox danışmışam. Mən ədəbiyyatçı ailəsində böyümüşəm. Anam həmişə mənə belə öyrədib ki, Nizami, Şeyx Füzuli, Şeyx Nəsimi bunların adı gələndə ayağa qalxmaq lazımdır. Belə bir ehtiramla şey. Və həmişə o gözəl tərbiyənin nəticəsidir. Mən həmişə fikirləşirdim ki, yaxşı necə olmaq olar belə? Necə Mövlana olurlar, necə Xaqani olurlar, necə Nəsimi olurlar. Axı bunlar yaşaya-yaşaya gəliblər də, birdən-birəmi olublar. Və o prosesdə ki, o bəlkə də o alt şuurda həmişə bu şeyləri fikirləşmişəm, məqam düşdü əlimə. Biraz da araşdırdım. Gördüm ki, Füzuli öz içini gəmirən, didən, dağıdan bir adam olub. Pərvizan, bax burada bir incə nöqtə var. Bəlkə siz o elə həmin əsərdə onu yəni müdrik bir, aram bir şəxsiyyət kimi, ağsaqqal bir şəxs kimi versə, cəmaət üçün o qədər maraqlı deyil. O tamaşaçı üçün o qədər maraqlı deyil. Zamanən övladı olmaq məsələsi həm də budur. Mən sənətçi kimi baxıram ki, bu gün Füzuli eləyirlər, belə tamaşalar da var. Belə gəldi, hamısında da axırda o heykələ çevrilir. Heykəl kimi dayansın və başlasında əndişə izah qılınıb, desin bunu. Bu o intihara meylli qız vara gəlib oturub baxır. Bəli. Onun ürəyi partlayacaq ki, bu nə danışır? Həm də nədir? Yuxarıdan baxıb danışmaq asandır axı. Bəli. Yəni sən çatmısan həqiqətə, deyirsən əndişə izahatı qılmaq olmaz. Onun içində olmasın. Orada deyirsən buna kömək elə. Bəli. Oradan başlamaq lazım. Mən ona görə o düşüncə labirintləri, azmış insan. Çünki oxuyanda 3 personaj çıxdı, Allah rəhmət eləsin. Ustad Hacı Ələmdar Mahirin mən tanıdığım Füzuli kitabında da mən özüm bu oxuya gəlirdim. Orada gördüm bir növ təsdiqini tapmış oldum ki, elə bilirdim kitab Füzulini oxuyanda bir çox əsərlər. Bunlar 3 nəfərdirlər, 1 nəfər deyillər. Yəni həm şairdir, həm teoloqdur, yəni aşiq, şair, arif, bunlar hamısı fərqli-fərqli mərhələlər və bu adam üçünlə də məşğul. Yəni çox dəhşətli bir şey. Şeiriyyətin içində itir adam. Amma bu böyük bir axtarışın nəticəsidir. Orada bir tamaşada bir şey var idi. Azərbaycan xalq artisti bizim böyük ustadımız Pantomim teatrının baş rejissoru Bəxtiyar Xanzadə ilə bir müzakirə eləyəndə bir mətbəxdə bir şeylə razılaşmadı, bir məqam oldu. Sonra o şeyi biraz rəndələdi, elədi. İndi ustad bəlkə də haqlıdır. Orada deyir ki, tapmaq həm də bəzən mən axtarıram. Həyatın məqsədi bəzən tapılmaqdadır. Rejissorlar hər şeyi biraz daha detal gedirlər deyə bəlkə də haqlı tərəfləri var idi. Orada nəyi göstərməyə çalışırdım? Bəzən insan gəlir, axtarır. Axtardığın məqamda dayanırsan ki, mən axtardım, bir də indi tapılmağı gözləyim. Orada qapılar yadınıza gəlir. Gözəl hissdir o, gözəl hissdir o. Bir tapılmaq da lazımdır. Həyat həm axtarmaqdır, həm əsl elə o can alıcı məqamı idi da o hissin. Bəli. Çox maraqlı idi. Axırda da Füzuli gəlir, haqqa çatır filan və orada bir ümid verir. Deyir ki, bəzən qaralmış qəlblə də Allahı görmək olar, haqqı tanımaq olar, həqiqətə çatmaq olar. Bu gün çünki bizim insanların ən böyük problemləri başını itirmiş adamlardır. Yəni özümlə qarşı deyirəm, yəni haqq bir tərəfdədir, burdan nə bilim həz bir tərəfdədir, nəfs bir tərəfdədir, həyat şərtləri bir tərəfdədir. İnsanlara nəfəslik lazımdır, açsın, bir hava alsın. Bax, bu önəmli bir nöqtələrdən gəldik, keçdik. Çox maraqlı, mənim xoşuma gəldi. Bu indi Quran-Kərimi də ədəbiyyat nümunəsi kimi təqdim eləsək, çünki Quran-Kərimin özünün də çünki o dövrdə belə bir müəyyən problemlər olmuşdu ki, yəni problem deməyək də o dövrə qədər ərəb cəmiyyəti, ərəb Cahiliyyə dövrü deyək də. Cahiliyyə dövründə bir şeir nümunələri vardı. Quran gəldikdən sonra onu götürdülər. O Kəbənin divarından asırdılar. Quran gəldikdən sonra o sözün qarşısında bəziləri səcdəyə qapılmışdılar o söz müqabilində. Dedilər ki, yox, sən iman gətirdin. Dedi, yox, mən sözün o təsirindən səcdə elədim ki, bəzi ədəbiyyatçılar vardı. Mənim sözüm o deyil. Sadəcə Quranda maraqlı bir məsələ var. Quran əlbəttə ki, biz bəzən bir əqidəvi məsələyə baxanda, əqidə cəhətdən baxanda ki, məsələn, imamlar, peyğəmbərlər, bu şəxsiyyətlər ki, peyğəmbərlər tarixinə ki, Quran özü də toxunur, qissələrinə toxunur. Toxunduğu zaman onu bir
son kulminasiya nöqtəsində Ni'məl əbd kimi, yəni şükür eləyən bəndə kimi tanıtır. Amma ona qədər onun həyatının bütün detallarına baş vurmur. Onun o dediyi axtarışda olan hissəsinə toxunur və onu oradan təqdim eləmək istəyir ki, mən sizə bir böyük bir şəxsiyyət təqdim eləmək istəmirəm. Elə bir məqamı təqdim eləmək istəyirəm ki, o sənin həyatında da sənə lazım olacaq. Möhtəşəm. Musa əleyhissalamın qissəsində də var. Deyək ki, başqa peyğəmbərlərdə daha çox, məsələn, o şeyləri görmək. Yunus peyğəmbərdə də var. Yəni məsum bir şəxs kimi onu daha çox o çalarlarla təqdim edir. Bəzi insanlar da əqidəvi nöqtələri axtarır, deyir, Qurandan onları qopartsın. Yox, bu belə deyil. Allahın istədiyi başqa şeydir. Allah istəyir ki, elə bir məqamların təqdim eləsin o şəxsiyyətlərin ki, həyat yollarında o sənə sabahları lazım olacaq. Çox möhtəşəm. Deyirsiniz, ağlıma gəlir. Vaxtımız var, çox var danışaq. Bir dəfə mövzuda danışmışdıq, siz də oradaydınız, o hekayə sənəti. Hərə öz işindən çıxış eləyir, danışır. Hekayə sənətində çox qısa deyim, belə bir anlayış var da, bu macəraya çağırış deyilən bir anlayış var. Macəraya çağırış odur ki, qəhrəmana nəsə bir zəng gəlir, nəsə bir söz deyilir, nəsə bir yerə dəvət olunur ki, sən standart bir şeyin içindəsən, gəl. Axtarışa meyil, axtarışa çağırış var. Bəli. Orada bir ifadə var, ingiliscə refusal of the call, zəngin rəddi, zəngdən imtina. Həmişə deyim ki, axı bu niyə var da, çağırıldı getsin də bu sujeti analiz edəndə. Sonra bu yaxınlarda bir şey çatdı, indi düz biraz da açıldı mənim üçün. Zəngin rəddi odur ki, insan birinci deyir, yox, gəlmirəm. Düşür balığın qarnına. Balığın qarnına düşür, orada qalır. Gəlmirəm, nə bilim, zindanda qalır. Sonradan gəlir. Yəni, sanki insan, o da bir axtarışın şeyidir ki, sən gəlmirəm deyirsən, amma sənin üçün çağırış həmişə var da, səni dəvət edir, gələcəksən. İndiki dövrdə bu tərəfdən baxsa, sənətçilərin işi, məsələn, öz tamaşamızdan götürək, kitablarımızdan götürək, zəng eləməkdir. Çağırma. Çünki insan 60 yaşında da ona zəng gəlib çağıra bilərlər. 20 yaşında da, 15 yaşında da. Əslində, insan bu tərzi təfəkkürlə baxsa, sənətçi hər adam, bizi üçün Allah nə qədər çağırışlar qoyur və biz nə qədər refusal olsa, imtina eləyirik. Ki, bəlkə də onu oraya ki, sən diqqət elə, gör nədən imtina eləyirsən. İmtina elədin, başıma nələr gəldi, bax, yenə çağırış var, gəl. Bəlkə insan, bu tək senari müstəvisindən çıxardıram, həyata şey edirəm ki, məsələn, tamaşanın özü olsun, hansısa bir roman oxuyursan, sən bir macəraya çağırışçı olmalısan, çağırmalısan. O da çox önəmlidir, əsər, sən yaradıcı adam üçün çox önəmli bir elementdir. O maraqlı eləyir həm də. Sən ruhun həkimi olmalısan da, belə bir ifadə var, bu mənim heç xoşuma gəlmir. Bu da əslində bu postmodern yanaşma tərəfdir ki, ədəbiyyat insana heç nə vermir. Ədəbiyyat insana heç nə vermir demək nə deməkdir? Yəni, ədəbiyyat bəlkə sənə heç nə verməyə bilər. Ədəbiyyat çox insanları quyudan çıxardı, çox insanlar üçün çağırış olub, çox insanlar. Ədəbiyyat, mənim də bir radikal yanaşmam var, kütləni ümumilikdə dəyişmək olar mı, olmaz. Bunun özü ayrı bir podkast mövzusudur, buna girmirəm. Amma axı bir fərdi, yəni dağın yamacından dağın zirvəsinə qaldıra bilər. Bu gün ən böyük problemlərimizdən biri, yenə deyirəm, bir puzzle gedirik, dəyişirik. Ədəbiyyat oxumamaqdır. O müəllimin bir sözü var idi, deyirdi ki, o vaxtı bizə həmişə deyirlər ki, dərsi roman oxuyurmuş kimi oxumayın, yəni ciddi oxuyun. Amma halbuki ən ciddiyyətlə oxunmalı şey romandır. Romanlar. Bəlkə elə roman şəklində oxusa daha çox onun bəli. Daha çox yəni, romanda ən böyük şeylərdən biri. Bunu deyim, bu çünki biraz mənə narahat eləyən məqamdır. Bugün siz özünüz ilahiyyatçısınız, o mənada deyirəm. Bura sizin öz mühitinizdən də baxanlar olacaq, başqa tərəfdən baxanlar olacaq, ümumiyyətlə tamaşaçılar üçün də maraqlı olar. Ədəbiyyat insana düşüncə perspektivləri verir, çoxlu rakurslar verir. Bəli. Mən dönə-dönə xahiş edirəm ki,
ilahiyyatçılarımız ədəbiyyat oxusunlar. Bax, Pərviz müəllim, burada incə bir dənə məsələdir. İndi sadəcə yenə deyirəm davam eləyəsiniz. Mən danışdıqlarım ancaq sizə sadəcə mən şeyləri üzə çıxartmaq üçün. Bax, mən özüm tarixi çox sevmişəm. Tarixlə də məşğul olmuşam. Amma məni tarixi sevdirən Əziz Cəfərzadənin romanları oldu. Tarixlə bağlı. Görürsün. Yəni o dərslikdə onu ala bilmirdim. Daha Bəli. çox Əziz Cəfərzadədə o romanda olan Bəli. gözəl yanaşmalar məni sevdirirdi. Çünki bizə insan təbiətində bir hekayətçilik var. Çünki insan həyatı hekayələrlə düşünür. Fikir verin, hamı insan kimdənsə danışır, o filan şeyi belə eləmir. Yəni hekayəsi qalır. Biz gedirik, bizdən sonra ancaq hekayələr qalır. Ona görə də və hekayə sənə məsələn dini mən düşünürəm yaxşı qavramaq üçün ədəbiyyat çox önəmli faktordur. Bunu dəfələrlə deyirəm. Məsələn, imamlardan sözlər çıxıb, möhtəşəmdir də, bir cümlə deyir, açırsan ki, dəhşətdir də. Amma elə bir şey olur ki, bir söz deyir, mən 3 il, 4 il sonra o mütaliədən sonra gəlib çatıram ki, ay da, imam bunu deyib. Amma oturub roman yazmayacaq ki, bu atın üstündə bir kəlmə sözdür. Bu düşüncə genişliyi üçün bizə ədəbiyyatlar çox faydalıdır, romanlar çox faydalıdır. Çünki bunu mən necə dar düşüncəliləri görürəm, yəni ki, bir mətn oxuyur, yalnız bir kitab oxuyur. Kimin sözü? Pamukun sözüdür, yoxsa deyir, dünyada ən təhlükəli adam ancaq bir kitabı dəfələrlə oxuyan adamdır. Bir kitab. Hə, bəli. Axı düşüncə, axı həqiqət sadəcə bir tərəfdə deyil. Bunu bizim, məsələn, mən bunu öz əqidəmizdən, öz düşüncə məktəbimizdən deyirəm. Deyir, elm Çində də olsa gedin, deyir, məsələsi var. Bir də hansı konseptdədir filan, bu ayrı məsələ. Amma bu tərəfdən deyirəm, roman oxumaq, ədəbiyyatla məşğul olmaq. Görün siz nə qədər personajlar tanıyırsınız, nə qədər insan həyatları görürsünüz. Yalnız bir şeyə həbs olunub, yalnız teoloji kitab oxuyanda, yəni ilahiyyatçılardan üzr istəyərək deyirəm bunu. Onun natamamlığını çıxışlarında vallah çox pis görünür. Pərviz müəllim, biz zaman-zaman elə yazılarda da buna toxunmuşuq. Bir kitablığın problemi olması. Hətta mən bu dərəcədə deyirdim ki, əgər sən bir səpkidə yazılmış 50 dənə də yazısını oxusun, 50 dənə də roman oxusun, yenə bir kitablısan. Yəni bu səni bir kitablıq şərt deyil ki, hərfi mənada bir kitablıq kimi götürülməməlidir. Bir kitablıq, yəni ki, eyni motiv, eyni süjet xətti, eyni, yəni səpkidə yazmış, hətta dini şeylər ki, adamlar var ki, eyni səpkidə oxuyur və o bir növ fərqli fikirlərlə tanış deyil deyə bu problem, bu çürümədir də, bu düşüncə çürüməsi. Düşüncə çürüməsi. Radikal, aqressiv beyin çürüməsi deyilən bir ifadə var. Bu da daha çox informasiya xarabalığı ilə bağlıdır, amma buna da uyğundur. Düşünmə çürüməsi harda baş verir? Sən ancaq özün kimlərlə otur, başqasına meydan vermir. Bu bayaq dedim, əksini də deyirəm ha. Yazıçılar da ancaq oturub Avropa ədəbiyyatı oxumağına, sən mənəviyyatın bəs sənin bu tərəfdən, sən biz insan intizama meyillidir. Mənim bir ssenarim var, o ilə bağlı iş gedir. Yəni çox dağınıq bir ailə, bir adam gəlir, nizamlı bir insan. Çünki nizam intizamsız, sərhədsiz alınmır, yəni çox çətin bir şeydir. Bunlar qarşılıqdır. Bir də o düşüncə şeylə bağlı mənim illərlə bunu bilmirəm, bəlkə də yanlış düşürəm, çünki teoloq deyiləm axı. Bir belə tarixi oxuyanda, xüsusən İslam tarixini oxuyanda bir şey məni çox belə əsəbləşdirirdi. Nə mənada? Mənim bir Həzrət Əliyə bir qəribə bir sevgim var. Deyirdim, axı vur da bunların boynunda. Bu qədər, yəni bir naqis düşüncədir də. Ki, sən deyirsən ki, gedək deyir, getmirəm də. Öldür bunları. Ya çox şeylər olur da, yəni ki, sən imamət var, sən bilirsən sonra nələr olacaq filan beşmək. İndi bu İslam qədər məsələsindən danışmıram, başqa şeydir. İnsanın böyüklüyünə bir dənə baxın. Bu gün müasir dünya deyir ki, pluralist cəmiyyət, bu gün deyirlər ki, insan bir-birindən qidalanır, fikir azadlığı filan. Onu o dövrdə bərpa eləyib, onu o dövrdə yaşadıb. O dövr onu qurub ki, yəni düşüncələr, səhv düşüncə, düzdür. Bunlar toqquşmalıdır bir-birinə. Məsələn, hətta o barədə deyirlər ki, tutaq ki, məsələn, məsum şəxslərin, məsum imamların, Həzrət Əli səlamdan nümunə çəkirsiniz. Məsələn, etiqadi baxımından, qeybi elm baxımından bilir ki, filan kəs nəticə etibarilə hansı işlər ortalığa qoyacaq, amma o elmi ilə ona müdaxilə eləmir. Müdaxilə eləmir və işi ortalığa qoymadan onu
Bəli. mühakimə eləmir. Ya bu Bu həm azadlıq də gör nə qədər dediyimiz həm də ağrıdır. Yəni mən ağır, düşünürəm sadə insan çətindir o bir şəxs şey üçün. deyim sizə, bir dəfə bir çox dəyərli bir alimin kitabını oxuyurdum. O da ilahiyyatçı idi. Qonşu ölkədən, Türkiyədən. Çox maraqlı bir şey dedi. Mənim üçün o bir serialın motivini müəyyənləşdirdi. Onun üstündə bir 12 bölüm yazdım. Deyir ki, Qurani-Kərimdə ən qısa surə Kövsər surəsidir. Bəli. Bismillahirrahmanirrahim. İnnə təynakəl kəfsər. İndi bilirsiniz fəsəldə Rəbbik və Hər İnnə şani huvəl əbdə. Niyə səsləndirirəm? Söz lingvistikadan danışacağam. Adlara baxın, deyir ki, onlar sənə sonsuz deyirlər. Sonsuz onların özləri deyil. Bəli. Bunun üçün namaz qıl və qurban kəs. Düzdürmü? Sonra onu açır. Bu da bir oxunuşdur da, bu belə bir oxuyur. Deyir ki, qurban kəs nə deməkdir? Deyir ərəb dilində, siz yaxşı bilərsiniz, başqa sözlər var. İşte. Burada nəhr gedir. Vənhər deyir. Vənhərdə qiyam halında başı kəsilən dəviyə işarədir. Ay maşallah. Təsəvvür ki, deyir peyğəmbər o qurban Həzrət Hüseyn idi. Və peyğəmbər o gəlib boğazından öpür ağlama məşhur bir məsələ ki var. Təsəvvür ki, bu əslində kinoya keçirsən qəhrəmanın travması kimi işləyə bilərsən. Necə ki, qurban verəcəyin adam sənin nəvəndir və sən buna hələ qurban verməmisən və sən bunu görürsən. Dəhşətli bir şeydir. Dəhşətli bir şeydir. Yəni o dillə işləmək o şey məsələsində. Hətta Quranda da nəzərə alsaq ki, bayaqlar qeyd edilir, zib və nəhr ki, hər biri kəsməkdir, amma fərqli-fərqli kontekstlər. Quranda nəzərə alsaq ki, sinonim kəlmələr yoxdur. Hər birinin ayrı bir mənası var. Çox əslində inandırım sizə o qədər deyilməmiş sözlər qaldı. Fərz müəllim, çox maraqlı, incə nöqtələrə toxundunuz. Elə bilirəm bu axırıncı olmaz, bu davam eləyəcək ki, mən doymadım. Qarşılıqlı doymadım. Çox gözəl, incə mətləblərə toxunuldu. Əziz izləyicilər, bugünkü podkastımız elə burada bitir. İnşallah ki, rəyləriniz olsa, yenə deyim ki, həmin sözü qeyd eləyirəm. Görmək istədiyiniz simaları rəy bölməsinə qeyd eləyərsiniz. Təşəkkür edirəm. Çox sağ olun, mən təşəkkür edirəm. Sağ olun.